Dünyanın ən qəribə seçkiləri. Ümumiyyətlə seçkilərə yəqin gedənləriniz var. Və dünyanın ən qəribə seçkiləri hansıdır? 1927-ci il Liberiyada prezident seçkiləri. Belə ki, bu zaman Liberiyanın 17-ci prezidenti Charles King rekord miqdarda səs yığmışdı. 15 min səsizdən 234 min səs yığmışdı. Və bu Ginnesin rekord kitabına düşmüşdü. 2. Seçkisiz seçki, yəni seçimsiz seçki. 1961-ci ildə Haitinin bir diktatoru vardı, François Duvalier. O parlament seçkisi keçirmək istəyir. Və bülletenləri xüsusi əskərlər müşahidə edirdi. Cəmaatı doğru əskərlər aparırdı. Amma bülletenlərin qırağına yavaşcana bir şey də yazılmışdı, zəif xətlə ki, François Duvalier prezidentdir. Cəmaat səs verəndən sonra məlum olmuşdu nəinki parlament, hətta prezident seçkisi keçirilmiş. 1964-cü ildə isə özünü ömürlük prezident elan etməyə istəyən Duvalier bülletenə yalnız bir cavab yazmışdı. O da hə cavabı idi. Yəni cəmaat seçimsiz seçkiyə getmişdi. 3. Dondurma seçkisi. Belə ki, 1986-cı ildə Amerikanın bir balaca şəhəri Karmel şəhərində dondurma və fast-food satışı qadağan idi. Namizədliyini irəli sürən məşhur aktyor Clint Eastwood dondurma satışına icazə verəcəyini demişdi deyə bunu mer seçmişdilər. Doğrudur, 1988-də o ikinci dəfə namizədliyini irəli sürməmişdi. 4. Poker seçkisi. 1998-ci ildə Amerikanın Estansiya şəhərində iki namizəd eyni səs yığmışdı. Və bunlar öz aralarındakı münasibəti poker oyununda həll etmişdilər və James Farrington mer seçilmişdi. 5. seçki. Bu Tanzaniyada 2015-ci ildə seçilən seçkidir ki, parlament və prezident seçkilərində namizəd olan Jakaya Kikwete cəmaata, yəni namizədlərə cadugərlərdən istifadə etməməyə çağırmışdı. Səbəbi də bu idi ki, cadugərlərdən istifadə edən namizədlər orada yaşayan albinoslara əməlli başlı ova çıxırdılar. Onları ovluyur, öldürür, onların bədən üzvlərini bir-birlərinə paylayırdılar ki, seçkilərdə uğurlu olsun. Və nəticədə belə bir vəhşilik yaşanırdı. Albinosların bəxtindən də onlar Afrikada ən çox sayılıdırlar. Və nəticədə seçkilər zamanı onlar doğrudan da böyük bir ordu ilə müşayiət olunur ki, onlara heç kəs təcavüz edib hücum etməsin.